Salam dostlar, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Hər birinizin hər vaxtınız xeyir olsun deyirəm. Mən Anar Hümmətli. Yeni videomla dəyərli izləyicilərimin görüşünə gəldim. Bildiyiniz kimi bugün 9 noyabrdır. Dövlət bayrağının yaranması günüdür. Bugünkü gündə dövlət bayrağımızı bayram kimi bugünkü gündə 107 yaşını qeyd edirik. Bu 107 yaşlı bayraq necə yarandı və bugünkü gündə necə 107 yaşını qeyd edir. Bununla bağlı şəxsi fikirlərimi sizinlə bölüşəcəm. İlk dəfə 1918-ci ilin 28 may Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra və 26 gün sonra 1918-ci ilin 24 iyununda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qırmızı, ağ aypara 8 güşəli ulduzlu bayraq kimi qəbul edilir. Cəmi 5 ay sonra 1918-ci ilin 9 noyabr. Bəli, bax, tarixi gün, bax, bu vaxt 107 yaşını qeyd edir. 9 noyabrda həmin qırmızı ağ aypara 8 güşəli ulduzlu bayraq 3 rəngə bölünür. Mavi, qırmızı, yaşıl rənglərə bölünür. 1918-in 9 noyabrından 1920-ci ilin 28 aprelinə kimi, yəni Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası işğalı olunanına qədər Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət bayrağı kimi qəbul olunur və dünyaya çatdırılır. 1920-ci ilin 28 aprelində bilirsiniz ki, biz Sovet Rusiyası tərəfindən işğal olunduq. Həmin bu bayraqdan bir müddət imtina edildi. Yəni, imtina nə mənasında edildi? Artıq işğala məruz qalan bir dövlət olmuşuq. Bu bayraqdan bizə istifadə etməyə imkan verməyiblər. Hansısa bir Sovet Rusiyasının tərcümə əsarətində olmuşuq da bir sözlə. İkinci dəfə 1990-cı ilin 17 noyabr. Bu da tarixi bir gün daha. 1990-cı ilin 17 noyabr. Həmin vaxt bizim o necə deyərlər, Sovetin vaxtında olan günlərimizdir. Naxçıvan Muxtar Respublikasının Ali Soveti tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi 3 rəngli ay ulduzlu Azərbaycan Respublikasının bayrağı qəbul edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinin qarşısında vəsatət qaldırılaraq 3 rəngli Azərbaycan bayrağının bütöv Azərbaycanın dövlət bayrağı kimi tanınması haqqında yenidən vəsatət qaldırılmasını tələb edilir. Bu tələb ediləndən sonra 1991-ci ilin fevral ayının 5-i, artıq yenə də deyirəm, biz Sovetin tərkibində olan bir xalq oluruqunda 91-ci ilin fevral ayının 5-də bu bayraq tarixi 3 rəngli xalqına qovuşur. 3 rəngli ay ulduzlu bayraq tarixi xalqının bayrağı kimi tanınır. Və cəmi 8 ay sonra 1991-ci ilin 18 oktyabr. Bəli, müstəqillik əldə olunan 18 oktyabr günü müstəqillik əldə olunan sonra bu bayraq deyərdim ki, daha da müstəqilləşir. Yəni, bayraq da müstəqil olur. Yəni, pis mənada yox. Yəni, müstəqil bir bayraq kimi artıq 18-ci il, 1991-ci il 18 oktyabrdan ta bu günə qədər artıq bayraq da müstəqil kimi fəaliyyət göstərir. Amma bayrağın 34 yaşı yoxdur. Bayrağın 107 yaşı var. Bəli, 107 yaşlı bayraq bizə torpağı nurla dolan ulu babalarımız, Cümhuriyyəti quran kişilər, Məmməd Əmin Rəsulzadə, Əlmərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusuf bəyli və digər Cümhuriyyəti quran kişilərdən bizə qalan yadigardır bu bayraq. Bugünkü gündə bütöv Azərbaycanda da zirvəsində dalğalanmasında davam edir. Daha da bundan sonra dalğalanacaq. Biz 107 yaşın yox ha, daha çox yaşlarını qeyd edəcəyik bu bayrağımızın. Yəni, necə deyərlər, bir kərə Məmməd Əmin Rəsulzadənin bir sözü də var. Bir kərə yüksələn bayraq bir daha enməz. Bu bayrağımızın 2020-ci ildə biz vətən savaşı edəndə işğaldan azad olunmuş ərazilərimizdə daha da dalğalanması bir xalqa daha qürur vericidir. Bunun orada işğaldan azad olan dalğalanması xalqımızın qəhrəman şəhidlərinə, qəhrəman qazi qardaşlarımıza boşdur bu bayrağımızın daimi zirvələrdə olmasını. Bayrağımızın üstündəki rənglər barədə fikir bildirim. Mavi rəng bilirsiniz ki, Azərbaycan xalqının türk xalqı soylu olması, qədim türkçülük ənənələri olmasını göstərir. Qırmızı rəng müasirlik, demokratik cəmiyyət qurulmasını. Məsələn, yaşlı rəng də İslam sivilizasiyasının mənasını verir. Bayrağımızın eninin uzunluğu 1-in 2-yə nisbətidir. Yəni, bu 3 rəngli ay ulduzlu bayraq bizim müstəqil bayrağımız kimi fəaliyyət göstərir və bugündən sonra göstərəcək. Yenə də deyirəm, 107 yox, daha çox yaşlarını qeyd edəcəyik. Bir daha əziz xalqıma bayramınızı təbrik edirəm. Daha gözəl bayramlar arzu edirəm. Bir daha yüksələn bayraq bir daha enməz. Daim zirvələrdə görək 3 rəngli ay ulduzlu bayrağımızı.